Salam, vaxtınız xeyir sizlər. İkinci hissədən salamlayıram. Region Liqası çərçivəsində 8-də 1 final görüşlərinin artıq cavab oyunlarına gəlib çıxmışıq. İlk hissənin nəticəsi Ramanı futbol komandası 1, Mirbeyləqan komandası 0 ilə nəticələndi. Görə ikinci hissədə bizi nələr gözləyir? Ümumi hesab isə məhz Mirbeyləqan futbol komandasının xeyrinədir. Başlar başlamaz Ramanı futbol komandasının hücumuyla start götürdü qarşılaşma. Qarşısı alındı. Balarıza Qədirli. Seyid Muradov içeriye doğru türme. Apodonya keçir. Sevgi kimi alınmadı bu epizod. Seyid Muradov'un gün zərbəsi qazanır. Ramanı futbol komandası ikinci hissənin başında. Balarıza Qədirli yerinə ötürəcək. Fərqi azadmaq düşüncələri var. Top Cankir'də qalır. Sevin etdi Cankir ama yerdə qalır. Məhz rəqib oyuncu ilə toqquşdu burada. Ümidi var ki, davam edə biləcək. Hesabda dəyişikliyi yoxdur elə ilk hissə. 3-1 ilə sonlamışdı. İkinci hissədə elə 3-1 ilə davam edir söhbət. Ümumi hesabdan gedir. Təbriklər bütün Lənkəran azarkeşlərini. Favorit komandalarından biri Bərdə futbol komandasını məğlub etməyi bacardılar. Uğurlar gələn mərhələlərdə. Hesab 3-1. Müdafiənin ən gerisinə. Azarkeşlər bir çoxları sigaret çəkir deyə məcbur onları göstərə bilməm. Yoxsa göstərmək problem deyil. Əgər göstərərsəm canlı yayım spamla gedəcək və oyuna baxa bilməyəcəyiz. Belə izah edeyim. Pozisyonu uzaqlaşdırmağı bacarır. Rafiq Eyvazov müdafiənin ən gerisinə. Top Rəhim Nağıyevdə qaldı. Qapçını da keçdi. Zərbəsini endirdi. 2-0. Gol gəlir endirdi. Rəhim Nağıyevlə ikinci gol tapır. Ramanı futbol komandası Mirbeyləqan qarşısında. Fərq artıq minimumdadır. Geri dönüş mü qarşılaşmasıdır bu? Artıq bu suallar canlanır beyində. Bəli, ikinci hissədə. Mehriban, sən heç kimə lazım deyilsən bu canlı yayımda. Bəli, hesab 2-0'dır, ümumi hesab isə 3-2. Hələ də Mirbeyləqan komandası üstün tərəfdə. Artıq onlara qol, hava və su kimi lazımdır. Bütün ümidləri yıxmaq adına. Rəhim Nağıyev komandasının ikinci qolunu qeydə almışdı. Az əvvəl. Bəli, Region Liqasıdır. Ən geriyə. İmanla qaldı top.
Sonrasında Fuat Hüseynov və Ələddin Məmmədov. Sağ çanaqda Rafiq Eyvazov sürətlənib. Üçüncü gol axtarışındadır Ramana futbol komandası. Qarşılaşmanı uzatmalara daşıya biləcəklərmi? Təbii ki də ən yaxşı halda hesabı çevirə də bilərlər. Ki görünüş, gedişat bunu göstərir. Atılan 2 qola qarşılıq hələ də cavab qolu gəlməyib. Qapı qarşısına ötürmə. Top Fuat Hüseynovda qaldı. Uzaqlaşdırmaq mümkün oldu. Ən geridə Fərəc Fərzəliyev topu yelənmişdi. Özü çatdırmağı bacarır. Diseyman. Fuat Hüseynov. Daha bir uzaqlaşdırma. İman Hüseynov. Müdaxilələri yetərsizdir, top meydanı tərk edir. Taç atışı Ramana futbol komandasının da. Nurlan Dadaşov. Ələddin Məmmədov yerdə qalmışdı. Qapı qarşısına ötürmə. Müdafiə lamaq oldu. Zərbə şansı da var idi. İndirdi zərbəsini. Nurlan Dadaşov bu səfər pəqlənmək alınmadı. Çərçivə tapmaq mümkün olmadı. Nurlan Dadaşov adına. Mirbeyləqan hücumunun qarşısı alınır. Fərəc Fərzəliyev. Daha doğrusu səhvimi düzəldim az əvvəl. Topa toxunan Əhsən Ağa İsmailov idi. Fuat Hüseynov. Bir cınaq dəyişikliyi. Ələddin Məmmədovdan əla ötürmə gəlmişdi amma davamı gəlmir. Nurlan Dadaşov komanda yoldaşını görə bilmədi. Top meydanı tərk edir. Taç atışı Mirbeyləqan komandasının da. Fuat Hüseynov. Ən geriyə. Əhsən Ağa İsmailov. Balarısa qədirli idi topla irəliyən. Ötürməsini vermişdi amma ikili mübarizədə top meydanı tərk edir. Rafiq Eyvazovun özündən. Daha doğrusu Rafiq Eyvazov değildi bu oyuncu. Rafiq Eyvazov. Müdafiənin girişinə. Qapçıda keçmə mümkün oldu. Qapı qarşısına ötürmə. Müdafiəçilər ayıq-sayıq davrandı. Nurlan Dadaşov. Bu səfərdə onun adına fərqlənmək mümkün olmadı. Fuat Hüseynov. İndi Barısa Qədirli. Top hələ də təhlükəli bölgədən uzaqlaşmayıb Mirbeyləqan komandası adına. Həmlə davam edəcək amma zədələnən oyuncu var. Fuat Hüseynov yerdə qalmışdı. Ötürməsini versə də yerdə qalmışdı, etirazları var hakimə. Hesab 3-2'də artıq ümumi hesab. Ramana futbol komandasının 2-0'lık üstünlüğü var meydanda ama ümumi hesabda ise Mirbeyləqan komandası üstün tərəfdə.
İman. Ötürməsi Fuad Hüseynov istiqamətinə. Ələtin Məmmədova yaxşı gördü. İndi Fuad Hüseynov. Qapı qarşısında ötürmə. Yerdə qalan oyuncu da var. Gözlər hakimdədir. Epizod devam edir. Nurlan qapı qarşısında Barsa Qədirli. Ay vay vay vay. Cangir keçid vermədi. Zərbəni endirən Barsa Qədirlidən başqası değildi. Ələtin Məmmədov taç açılı yetirəcək Ramalı komandası adına. Seyid Muradov özünü çatdırmağı bacardı. İkinci qolu məhz Rəhim Nağıyev. Fuad Hüseynov yerdə qalır, gözlər hakimə çevrilir. Qayda pozulur. Müdafiənin gerisinə. Həmlə davam edəcək kimi görsənir. Ələtin Məmmədov. Sarısında Nurlan. Ümumi hesab 3-2. Milli Beyləqan komandasının xeyrinə. İman. Toplu özü irələ dötürməsini verdi. Yenidən İmanda qalır top. İkinci cəhdi uzaqlaşdırmaq mümkün oldu. Milli Beyləqan komandasının əks hücumu. Fərəc Fərsəliyev keçid vermədi. Bir gol oyunun talihini değiştirə bilər bu dəqiqələrdə. Bayramdan yeri değil. Bayram, çek hücuma. Yok, yaxşı qal. O çek harika zirif. Miraq Ağayevin zərbəsi ilə başlanacaq. Qarşılaşma dayandığı yerdən davam edəcək. İman araya girdi, topu qapardı. Fuad Hüseynov. Sağ uçlarda Kamal yollaşına yallah gördü. Bir neçə oyuncu dəyişikliyi də var Ramalı futbol komandasında. Yaranan fasilədə onları da qeyd edəcəm. Rafiq Eybazov. Ələtin Məmmədov. Fuad Hüseynov. Balarıza Qədirli. Edən toplu irəliyir. Zöhrab Bayramov da bu arada meydana daxil olub. Ramana futbol komandası heyətində 2 oyuncu dəyişikliyi var. Mir Beyləqan və Ramana futbol komandaları qarşı-qarşıya gəlir Region Liqasının 8-1 final görüşünün qarşısında cavab oyununda. Çıxart qabağa. Ələtin Məmmədov. Balarıza Qədirli. Çaka çıxma. Hakim. Qapını tərk edib, amma hakimi piti səslənib. Mübarizə isə davam edir. Daha bir oyuncu dəyişikliyi isə Əli Əliyevdir meydanda Ramana futbol komandası heyətində.
reaksiya varsa qardaş o alsa. Hesab hal-hazırda 3-2. Məlik Amal Alası da meydandadır. Fərəş Fərzəliyev qəbul etmiş topu. Bəli, ikinci hissədə. Mən qaldıranda sot dayanıb o biri gəl. Barıza Qədirli ötürməsini verdi. Barıza Qədirli yenidən. Bir top itkisi daha. Üçüncü gol axtarışında. Qapıya zərbə də gəldi. Bir Ağağayev çıxdı, aldı topa. Çıxart! Əli Əliyev sürətlə topa. Yetişmək isə mümkün olmadı bir qədər onun adına. Hal-hazırda ümumi hesab 3-2 Milbeyləqan komandası qalib gəlir. Amma bu oyun hesabı isə 2-0 Ramanlı futbol komandası qalib gəlir. Fuat Hüseynov. İkinci hissənin artıq ortalarına gəlib çatmışıq. Qarşılaşmanın 3-2 hissəsi geridə qalıb. Region Liqası. Standart bir vəziyyət, topun başında Fuat Hüseynov var. O yerinə itirəcək bu zərbəni. Heç şübhəsiz bu ev tapşırığıdır. Atılan bir gol daha maçı uzatmalara daşıyacaq. Birinci! Zərbə gəldi amma olduqca efeksiz bir zərbə idi. Cahangir çıxdı, aldı topa. Sənindir qaqa, gəl qaqaş, gəl. Fuat Hüseynov. Ayala xaşımı. Oba, ayala. Fuat Hüseynova keçid vermədilər. Ver, Kemal, ver Yusuf'a. Zöhrab Bayramov çox sürətli daxil olub meydana. Hər yerdə görmək olur onu bu dəqiqələrdə. Kemal ayaladı, Kemal. Zədələnən oyunçu var. Ələddin Məmmədov Ramanı futbol komandası heyətində. İkili mübarizədə yerdə qalmışdı. Hadi. Boşta. O mesafende değil mi ona? Kal yanında. Belə qarşılaşma ilə hakimin atışı ilə bərpa olunur. Çık dostlar. Git kapıya. Zöhrab Bayramov Cahangir keçid vermədi. Qapıçı tək epizodda nəyi çıxardır hələ? Zöhrab Bayramov keçid verməmişdi. Həmlə davam edir. Yerdə qalır. Qayda pozuntusunu qeydə alınır. Ayaladı. Kemal. Ay Kemal. Ay Kemal. Ay qardaş. Kemal. Ay Kemal. Ay mənim əzizim. Çəkək də başıma dön. Olduqca təhlükəli bölgədən zərbəsi yerinə itiriləcək. Milbeyləqan komandası adına atılan bir gol oyunun talihini dəyişdirə bilər. Hakimi piti səslənəcək və zərbə endiriləcək. Oyunun qırılma nöqtəsi ola bilər. Miraq Ağayev çıxdı, aldı topu.
Təbii ki də bu hesab onlara kifayət edir. Amma Ramanı futbol komandasına isə qol lazımdır. Aga, çək bəri biraz, çək. İman yerdə qalır. Sürüşmə pərdi ilə. Gözlər bir qədər hakimə çevrildi. Tac atışı qərarı verildi. Barıza qədirli yerinə yetirdi. Zöhrab Bayramovun da toxunuşu var idi. İndi müdafiənin gerisinə. Fərəc Fərzəliyev. Və sonrasında Miraq Ağayevdə qalır top. Barıza qədirli. Kamra, bu 90'ı koyma gedək. Fuat Hüseynov. Müdafiənin gerisinə. Qapısını keçməyə bacardı Zöhrab Bayramov. Təhlükə davam edir. Qapı qarşısına əlidən bir akrobatik cəhət gəldi amma uğursuz alındı. Başqa cürdə dəyərləndirə bilərdi. Heyif. Ədən qaçır bu şansda. Qaqa. Ha, var əli, vaxta var, yarım saat. Hal-hazırda ümumi hesabla Milbeyləqan komandası qalib gəlir. Ümumi hesab 3-2. Milbeyləqan komandasının xeyrinə. Rafiq Eyvazov müdafiənin girisinə. Rəhim Nağıyev. Yerdən göndərdi. Qapıya paralel istiqamətdə gedir top. Çərçivəyə tapmaq mümkün olmadı Nağıyev adına. Qırmızılar Milbeyləqan komandası, mavi və ağ formalılar isə məhz Ramana futbol komandası. Qaqa, çəkil. Hay qaqa, 41. Çəkil biraz bəri. Həsən Ax İsmailov. İman verdiyi bil oynadı. Bir cınaq dəyişikliyi. Çıxar! Rafiq Eyvazov. Blok qoyulmuşdu öncəsində. Balarısa Qədirli. Əli Əliyev də qalmışdı top. Müdafiə yenə ayıq sayıq davranır və uzaqlaşdırmağı bacarır. Miraq Ağayev. Fərəc Fərzəliyev. İndi Həsən Ağa İsmailov. Ənkiriyə. İman verdi ilə oynadı. Zar Hüseynov. Ələtin Məmmədov. Zöhrab Bayramov qapı qarşısına ötürməyə müdafiəçilər. Uzaqlaşdırmaq mümkün olur. Daha bir təhlükəli hücumun qarşısına alır Milbeyləqan oyuncuları. Zöhrab Bayramov çərçivəni tapsa da top gol dəyəri qazanmır. Öncəsində bayraq havadaydı. Oyundan kənar vəziyyət var idi. Yosif atıl sərbəstlasın. Hakimin gözündən qaçmadı. Emin istə, emin. Emin dol istə, oyun olsun ki. Gel, çıxar Kemal uşaqları çıxar. İman verdi. Fuat Hüseynov oynadı. Milbeyləqan oyuncular özlərini çatdırmağı bacardı. Saçnaqda əla gördü, boşluq var amma bayraq havadadır. Mənim gözüm yan xətt hakimini axtarırdı. Çox keçmədən elə bayrağı qaldırdı havaya. Daha bir zədələn oyuncu Milbeyləqan heyətində bu səfər. Kamra, zamanı yox, kamra. Yox, hə. Sanki belə. Və daha bir oyuncu dəyişiklikləri var. Meydanın kənarında Ramana heyətində Dərya Mirzəyevi görürəm mən və Nəsir Nəsirli. Ardınca oyuncu dəyişiklikləri başlayacaq birazdan. Hətta Rafiq Həsənov da var meydanın kənarında. O da dəyişilməyi gözləyən oyuncular arasında və
yaranan ən qısa fasilədə meydana daxil olacaqlar. Çakır! Rafiq Eyvazov qapı qarşısında Zöhrə Bayramov əla gördü. Yerdə qalır. Ay verdi çabuk! Davam etdirə bilmədi. Yusuf gel! Sonunu gətirə bilmədi daha doğrusu epizodun. Fərəş Fərziyev çıxışda düzgün oynadı. İndi Fuad Hüseynov. Uşaqlar 20 dəqiqə qalıb. Bağırınıza gətirilin. Fuad Hüseynov. Cınaq dəyişikliyi. Həsən Ağa İsmailova doğru. Özü bir qədər ilədi. Ötürməsini verdi. Bir vur. Rafiq Eyvazova. Raqib Eyvazova gəlib çatmır top. Ələliyev. İçəriyə doğru gözəl sıyrıldı. Daxil olmağı bacardı amma müdafiəçilər keçid vermərəm dedilər. Qardaş, əsas kamera YouTube-a işləyir. Emin qayıt. Bəyənmirsinizsə, valla canlı yayımı tərk edə bilərsiniz, mənim əzizlərim. Ya da oyun bitdikdən sonra YouTube kanalında da baxa da bilərsiniz. Və belə oyuncu dəyişiklikləri artıq baş tutur. Fuad Hüseynov meydanı tərk etdi. Dərya Mirziyev meydanın kənarına yaxınlaşmışdı və daha bir oyuncu dəyişikliyi. Raqib Eyvazov meydanı tərk edir, yerinə Nəsir Nəsirlə daxil olur. Və belə üçüncü oyuncu dəyişikliyi isə Bağrıza Qədirli oldu. O da Rafiq, daha doğrusu onu da Rafiq Həsənov əvəzləyəcək. Daha çatışıyla davam edir qarşılaşma. Bir Beyləqalla məhz Ramana futbol komandaları qarşı-qarşıya gəlir. Daha çatışı yeni itirildi. Emin sen de Emin. İman. Sarsa daha bir müdafiəçi. Meydana yeni daxil olan Dərya Mirziyev topla ilk debütünü etdi. Dərya Mirziyev Zöhrə Bayram istiqamətinə, amma top ən son qapıçıda qalır. Oyunun sonlarına doğru Beyləqan sədalarını eşitmək mümkündür. Bəli. Mir Beyləqana və hal-hazırda Ramana komandasına bir gol lazımdır. Mir Beyləqanın hesabı artıq rahatlaşdırmaq adına özləri üçün. Ramana futbol komandasına isə məhz uzatmalara daşımaq üçün minimum lazımdır. Həsən Ağa İsmailovdan aldadıcı fəndlər izlədik. Sol cinaqlı oynadı Rəhim Nağıyev. Dərya Mirziyev müdafiənin ən gerisinə, amma bayraq havadadır. Hesab 3-2 beylər, 3-2'dir. Uşaqlar 19 dəqiqə qalıb, dincəlin biraz. Çıxar! Fakat çıxar qabağa! Ayağla! Fərəc Fərzəliyev Həsən Ağa İsmailovla oynamışdı. İndi Zöhrə Bayramov istiqamətində isə top gəlib çatmır. Ələtçi Məmmədov sol cinaqda Həsən Ağa İsmailova əla gördü.
Yerdə qalan oyuncu isə Rəhim Nağıyevdən başqası deyildi. Hesab hal-hazırda 3-2. Mil Beyləqanın xeyrinə təbii ki, bu ümumi hesabdan söz gedir. Biləsuvar artıq oynadı, qalibiyyətə tamamladı qarşılaşmanı. Standart bir vəziyyət yerinə yetiriləcək Ramanı komandası. Çıkar! Demin çıkar demin! Görəyəm. Çıkardın o! Sentra kadar getirin ha! Müdafiənin daha bir gerisinə atılan ötürməni qəbul etdilər. Keçid vermədilər. Təhlükəni soğuşdurur Mil Beyləqan. Oyunculara əks hücum şansı. Fərəc Fərzəliyevlə sona yetdi. Həmlə davam edəcək. Dərya Mirziyev yetərsiz oldu burada müdaxiləsi. Top hələ də Mil Beyləqan oyuncularındadır. Birbaşa qapı yoxlanıldı, amma Miraq Ağayev üçün bu rahat bir top idi. Nəsirli. Top yenidən Mil Beyləqan oyuncularındadır, amma Nəsirli araya daxil olmuşdu. Yenidən uzaqlardan bir şəhət. Qapı yoxlanılır. Hesab, ümumi hesabdan söz gedir, 3-2'dir. Nəsirli. Bir qədər tələsmir. Meydanı süzdü, komanda yoldaşlarını axtardı, amma ötürmə səhvi var burada. Əks hücumla nəticələnə bilər. Uzaqdan bir şəhət. Qapıdan yan keçirmir belə. Çox uzağa gedir, top çıxır. Daha başqa cür istifadə edilə bilərdi bu epizod. Zərbə həqiqətən də bir qədər inamsız alındı. Həsən Ağa İsmailov. Belə hazırda oyuncu dəyişiklikləri olmayıb. Mil Beyləqanın sadəcə bir dənə dəyişikliyi olub, orada məhz zədələnən oyuncu əvəzlənib. Başqa bir oyuncu dəyişikliyi baş tutmayıb Mil Beyləqan heyətində. İmanla. Zərəb Bayramov istiqamətinə. Müdaxilə yerində və dəqiq alındı. İncə bir müdaxilə idi bu. Həmlə davam edir Həsən Ağa İsmailov. Onu da qarşı alındı. İşi şansa buraxmadılar. İkili mübarizədə Ələtin Məmmədov mani olmuşdu rəqib oyuncuya qarşı. Dərya Mirziyev boşda qalan topu komanda yoldaşı ilə qovuşdurdu. Ceko! Boşda qalan top! Zərəb Bayramov! Zərbə və gol! 3-3! İstiqamət böyük ehtimallı uzatmalardı. Hesabda tarazlıq var. Ramana futbol komandası hesabı tarazlaşdırır görüşdə. Və bəli, qoldan sonra gərginlik bir qədər hökm sürdü meydanda. Gərginlik aradan qaldırıldı. Qarşılaşma bərpa olundu. Və 3-3'lük bərabərliyi ilə davam edir qarşılaşma. Hesab bu cür bitərsə bəli, uzatmalara gedəcək. İman ötürməsi əl istiqamətinə keçmədi. Araya Dərya Mirziyev daxil olmuşdu. Mil Beyləqan hücumu davam edir. İman verdi. Topu ələ keçirməyə bacarır. Ötürməsi sol çılaqda Əli Əliyev istiqamətinə. Qapı qarşısına ötürmə.
İman verdi, sonrasında Derya. Zöhrə Bayramova bıraktı. İkinci cəhd alınmadı. Təhlükə hələ də davam edir. Rəhim Nağıyev. Yerdə qalan oyuncu da var. Qarşılaşma devam edir. Əli Əliyev içəriyə doğru bir ötürmə cəhdi. Uğursuz alındı. Fərəc Fərzəliyev. Sağ ol, Allah köməyin olsun. Ve daha bir qayda pozuntusu qeydə alınır meydanın mərkəzində. Yerdən göndərdi. Ələtin Məmmədov qarşıladı. Zöhrə Bayramov. Ötürməsi Derya Mirzəyevə. Nəsir Nəsirli. İndi İman. Əli istiqamətinə ötürmə keçmədi. Zako, sana baksın. Tac atışı yerinə yetirəcək Ələtin Məmmədovlar, Ramadan futbol komandası. Hesab belə bitərsə və qayda pozulur. Uzatmalara gediləcək deyirdim. Götür Yusuf! O Yusuf değiş, o Yusuf da o. O 9'u değişer. Vallahi saydı. Əli Əliyev. Ayrısı yok. Həmlə davam edəcək. Gedin Maleyvan'ınıza. Yalandan elə. Saydı onu. Qapı qarşısına ötürmə. Cahankir topu yələməyi bacarır. Bu 41'in herden birden bir şey var hiç olmaz. Orta. Kesin arkaya biraz. Hakika. Zahmet olmasa. Kesin biraz arkaya. Və yetən. Qarşılaşma bir qədər duraqsıyır. Hal-hazırda məhz qarşılaşmanın bu hesabla bitməsi uzatmalara getməyinin xəbərçisidir. Yəni uzatmalara gediləcək. Qazananı məhz uzatmalar hissələri, daha da uzatma hissələrində müəyyənləşdiriləcək. Təbii sürpriz yaşanmazsa meydanda. Rəhim Nağıyev. Derya Mirzəyevlə oynadı. Rəqibində təzyiqi var. Top ən geridə. Fərəc Fərzəliyevdə qaldı. Daha bir həmlə. Həsən Ağa İsmayılovla gerçəkləşəcək. Zöhrə Bayramov ən geriyə özünü çatdırmağı bacarır. Ələtin Məmmədov. İman İmanov. İki rəqibindən sıyrıldı. Ötürməsini verdi. Boşda qalan topa. İmamovun sərbəsi. İkinci cəhd. Gözlər bir qədər hakimə çevrildi. Penaltı etirazları da var idi ama. Qapıdan zərbə ilə davam edəcək. Nələr baş verdi, nələr. Cərimə meydançasında bir belə qalan komandasına. Ələtin Məmmədov Nəsir Nəsirli ilə oynadı.
İman İmanov. Bırakma. Hele gör geliş habire diyor. Bir rakibinden sıyrıldı. Ötürmesini verdi ama. Kapının üzerinden out. Həsən Ağa İsmailov. Derya Mirziyev. Sağ çılaqda İman İmanov əla gördü. Ötürməsi keçmədi. Gün zərbesi mi yerinə yetiriləcək? Bəli, gün zərbəsi yerinə yetiriləcək. Qarşılaşmada oyunun son dəqiqələridir. Həyəcan ən üst səviyyədədir. İman İmanov yerinə yetirəcək. Maşından çık gelipler buraya. Həsən, mənə yazarsan şəxsləsən, deyərəm sənə hesabı deyəndə nə deyirlər. Vremya. Hesabı olduqca, imkan tapdıqca deyirik. Gün zərbəsinə Həsən Həsənov yerinə yetirəcək. İman İmanov yerinə yetirəcək. Əli Əliyevdən daha bir akrobatik cüt. Gəlişlə bir zərbə də gəldi amma çərçivəni tapmaq mümkün olmadı. Hesab 3-3. Davam edir qarşılaşma. Bəli, hesab 3-3 dal hazırda. Cahangir uzun oynamışdı. Ətin Məmmədov qarşıladı. İman İmanov. Nəsirli də top qalmışdı. Top əldə özünü saxlamağı bacarır. İçəriyə doğru gözəl götürmə ama bayraq havadadır. Top çəkməyə tapsa da gol dəyəri qazanmır. Bəli, offside var. Ay ilerle atılın ilerle. Bayram çık bayram. Nəsir yerdə qalır. Ona qarşı qayda pozulur. Düz ədalət təmsilçisinin gözünün önündə. Qapı qarşısına ötürmə. Bir tərs toxunuş da var idi. Abi ne ola çömeğin de bir tane Yusuf'e. Ələtin Məmmədov. Və bununla da əsas vaxt sona yetir. Qalibi isə uzatma vaxtlarında təyin edəcək. Görüş uzatmalara gedir. Mirbeyləkan və Ramanı komandaları qarşı-qarşıya gəldi. 90 dəqiqə ərzində tərəflər razılaşa bilmədi.